Artıq 28 ildir ki, yəni Xocalı faciəsindən 28 il keçir. 1992-ci il 26 fevralda baş verən bu faciə doğrudan bəşəriyyət tarixində ən böyük faciələrdən biridir. Ona görə ki, yəni Xocalı özü balaca bir məntəqədir, yəni balaca bir şəhərdir. Hardasa 6-7 min əhalisi var idi. Və bu faciədə 613 nəfər şəhid olunub və bütün Xocalı əhalisi də oradan, indiki dillə desə, deportasiya olunub, yəni oradan çıxardılıb. Yəni doğrudan da bir məntəqə üçün, bir məntəqənin tamamilə işğal olunması və orada olan insanların müəyyən hissəsinin faciəli şəkildə həm öldürülməsi, həm də onların didərgin salınması. Bu doğrudan da böyük bir faciədir. Ona görə mənim tərəfimdən və təşkilatımız tərəfindən bu hadisə ilə bağlı, bu hadisədə xəsarət görən bütün insanların yaxınlarına başsağlığı verirəm. O cümlədən Azərbaycan xalqına və siz əzizlərə və bütün müsəlman ümmətinə başsağlığı verirəm. Çünki əgər siz videolara baxmış olsanız, görəcəksiniz ki, orada o şəhidlərin qəbirlərini gətirəndə bizim həmvətənlər necə əzadarlıq edirlər. Yəni videosu var, YouTube'da da var, Facebook'da da var. Öz görə bilərsiniz ki, Əhl-i Beytə bunlarda olan məhəbbət necə onları vadir eləyir. Onlar öz müsbətlərini yaddan çıxardıb İmam Hüseyn barəsində mərsiyə deyirlər. Yəni bu onu göstərir ki, orada olanlar Əhl-i Beyt aşıqları olub. Yəni bizim həm məzhəb daşlarımız olub, həm vətənlilərimiz olub. Ona görə də onların ruhları bizim üçün əzizdir. Onların ruhlarının şad olmasına ötəri salavat işləyin. Allahümmə salli ala Muhammed və ali. Mən bu Xocalı faciəsi ilə bağlı bəzi fikirləri sizin nəzərinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə, belə hadisələri biz yada salanda, bunlar nağıl dastan deyil. Yəni, bu tarixdir. Bu tarixi hadisələrdən bəşəriyyət, insanlar gərək ibrət götürsün. Yəni, məxsusən biz, Azərbaycanlılar və biz şiələr belə faciəli hadisələrdən gərək nəticə çıxardaq və gələcəyə hərəkət eləyəndə biz bilək ki, nəyə görə bu hadisələr baş verir. Yəni, bunların səbəblərini araşdırmalıyıq. Mən qısaca da olsa bir tarixi səyahət eləyək, bəzi bu məsələlərlə, faciələrlə bağlı, yəni sizin yaddaşınıza bəzi şeyləri təkrarən deyim ki, yəni biz biraz düşünək ki, nəyə görə bu faciə baş verir? Çünki burada həm xarici amil var, həm də daxili amil. Xarici amil budur ki, dünya səviyyəsində müəyyən dairələr var, imperialist qüvvələr. Bunlar dünyanı idarə eləmək üçün, dünyada siyasi prosesləri idarə eləmək üçün müəyyən planlar cızırlar və müəyyən senarilər yazırlar ki, onu dünya səviyyəsində həyata keçirsinlər. Ona görə də bu faciənin də baş verməsi üçün şübhəsiz bu imperialist qüvvələrin yazdığı senarilərin və planların təsiri var. Bu da bundan ibarətdir ki, yəni Rusiya imperiyasında, yəni biz Azərbaycanlılar, yəni Rusiya-İran müharibəsindən sonra indiki Azərbaycan və Ermənistan ərazisi Rusiya imperiyasının ərazisi hesab olundu və bizim babalarımız, yəni 1828-ci ildən etibarən Rusiya imperiyasının vətəndaşları idi. Və Rusiya müharibəni qalib gələndən sonra müəyyən erməni ailələri Türkiyə ərazisində, indiki əlbəttə onda Türkiyə Osmanlı İmperiyası idi. Osmanlı İmperiyası ərazisindən və İran ərazisindən müəyyən ermənilər köçürdülürdü indiki Azərbaycan ərazisinə, yəni Rusiya İmperiyasının ərazisinə. Və 19-cu əsrin sonunda artıq beynəlxalq imperializmin belə bir planı var idi ki, yəni dünyada mövcud olan 4 imperiyanı, yəni dünyanı təzədən sərhədləri bölüşdürmək, imperiyaları aradan aparmaq, yeni oyuncaq dövlətlər yaratmaq ki, öz istədikləri planları həyata keçirə bilsinlər. Ona görə bu planın tərkib hissəsindən biri də ermənilərə
ermənilərdən istifadə eləmək idi ki, 1890-cı ildə Tiflis şəhərində Daşnaqstyun partiyasının bünövrəsi qoyulur. Tiflis şəhərində, onda Tiflis, yəni Rusiya imperiyasının Cənubi Qafqazda mərkəzi sayılırdı. Yəni Azərbaycan, indiki Azərbaycan da oradan idarə olunurdu, indiki Ermənistan arası da oradan idarə olunurdu. Yəni Cənubi Qafqazda olan Quber hərbi nümayəndə Tiflisdə otururdu. Deməli, Tiflisdə ermənilərin Daşnaqstyun partiyası yaradıldı və sürətlə bunlar bütün dünya səviyyəsində başladılar üzv yığmağa. Bu bir məsələ. Çünki ermənilərdən bir qüvvə kimi imperialist qüvvələr öz mənafeyi üçün istifadə eləmək istəyirdilər. Çünki planları var idi. İkinci məsələ də budur ki, 1898-ci ildə Minsk şəhərində Rusiya Sosial Demokrat Fəhlə Partiyası yaradıldı. 1898-ci ildə birinci qurultay oldu. İkinci qurultay 1903-cü ildə Londonda oldu. Baxın, harda olur. Yəni Lenin orada öz minimum planını irəli sürdü, maksimum planı vardı və minimum planı bu idi ki, Çarı devirmə, yəni Rusiya imperiyasında olan Çar monarxiyasını devirmək, gah fəhlə, kəndli hökuməti yaratmaq və bu məqsədlə, yəni bu plan, baxın Londonda, əgər bu plan cızılırsa, deməli bu onu göstərir ki, yəni bu planın arxasında o imperialist qüvvələrin mərkəzi ki Londonda idi, yəni bunların özlərinin dünya səviyyəsində planları var idi. Ona görə də onlar 1905-ci ildə Rusiyada birinci Rus inqilabı, indi SSR vaxtı oxuyanlar bilir, 1905-7-ci ildə birinci Rus inqilabı oldu. Osmanlı imperiyasında müəyyən çaxnaşmalar elədilər. İranda müəyyən çaxnaşmalar oldu. Məsələn, Petrogradda, onda Rusiya imperiyasının paytaxtı, indiki Sankt-Peterburg, onda Petrograd adlanırdı. 9 yanvar, yəni faciəli, yəni bazar günü Qapon, əlbəttə Leninin əlbir idi, insanları apardı Çarın sarayına doğru, orada insanlar güllələndi. Nə qədər insan orada güllələndi və qanlı yanvar günü kimi 9 yanvar 1905-ci ildə. Yəni bu qanı tökməkdə məqsəd bu idi ki, Çara qarşı nifrət oyadılsın və burada Çarı devirmək üçün insanlarda ona qarşı nifrət oyansın və bu imperiyanı dağıda bilsinlər. Kimlərin əli ilə? Bolşeviklərin əli ilə. Deməli, 1905-ci və 7-ci ildə, yəni Rusiyada bu cür çaxnaşmalar oldu və eyni zamanda Bakı şəhərində də 1905-ci ildə erməni-müsəlman qırğınını salırlar. Həmin Daşnaqstyun partiyası ki 1890-cı ildə yaradılmışdı, o imperialist qüvvələr, o erməni qüvvələrdən Bakıda, nə bilim İranın ərazisində bu cür qırğınlar salırlar. Yəni və Naxçıvanda da olur və müxtəlif yerlərdə hər iki tərəfdən başladılar bu cür erməni-müsəlman qırğını salmağa ki, yəni bu imperialist qüvvələrin yazdığı ssenaridir ki, bu cür insanlardan başladılar sui-istifadə eləməyə. Və birinci Rus inqilabı ilə bağlı bunu da qeyd edeyim. Sonradan ki 17-ci ildə Oktyabr Sosyalist inqilabı oldu. Lenin deyirdi ki, birinci Rus inqilabı Böyük Oktyabr Sosyalist inqilabı üçün baş məşq oldu. Yəni belə deyirdi. Yəni eksperiment oldu və bu hadisə bahis oldu ki, insanlara nifrət oyandı və tərəfdarları çoxaldı və gəlib Çarı devirdilər. İndi qayıdaq 17-ci ilə. 17-ci ildə yenə də Rusiyada, yəni Petrogradda bu çevriliş oldu. İndi bunlar deyirlər ki, Böyük Oktyabr Sosyalist inqilabı. Lenin və tərəfdarları gəldi. Əlbəttə əvvəl fevralda inqilab oldu, sonra oktyabrda inqilab oldu. Bunlar hakimiyyətə gələndən sonra Rusiya imperiyasının quberniyalarında hakimiyyətsizlik idi. Yəni bu keçid dövründə bu imperialist qüvvələr bu cür məkirli planlarını həyata keçirirlər. 17-ci ildə Rusiyada bu inqilab olandan sonra şübhəsiz Bakıda, Tiflisdə və məsələn Cənubi Qafqazda hakimiyyətsizlik idi. Çünki həm 1-ci Dünya müharibəsi idi, 14-cü ildə başlamışdı, 18-ci ildə bitdi və 17-ci ildə bu cür hakimiyyətsizlik idi. Ona görə də yenə də bu Daşnaqstyun partiyasının imkanlarından o, məsələn Stepan Şamyan düzdür, həm Bolşeviklər partiyasında idi, amma açıq internetdə də vursanız görəcəksiniz ki, bunlar Britaniyadan küllü miqdarda pul alırdı.
bu ixtişaşları salmaq üçün, qırğını salmaq üçün 1918-ci il bilirsiniz Azərbaycanda 31 mart soyqırımı kimi qeyd olunur. Yəni o soyqırımı həmin Daşnaqçıdin partiyasının lideri Stepan Şamyan İngiltərədən aldığı, Britaniyadan aldığı pullarla cəmaatı silahlandırdı. Lənkəranda, Qubada, Şamaxıda, nə bilim, Bakı şəhərində, Urmiyada və çoxlu yerlərdə 12 mindən yuxarı insanı bunlar şəhid elədilər. Yəni o dövrdə ki, hakimiyyətsizlik idi. Hələ məsələn 18-ci il fevral ayının 23-də Zaqafqaziya Seymi yaradılır Tiflisdə. Orada Müsavat Partiyası olur, Daşnaqçıdin Partiyası olur, bir də Eser Menşevik Partiyası Gürcülərin. Bunlar Zaqafqaziya Seymini elan edirlər, amma 26 apreldə bu dağılır. Dağılır, sonra 28 mayda Müsavat Azərbaycan Respublikasını elan edir. Dövlətinin müstəqilliyini 28 mayda elan edir. Amma bu soyqırım başlayıb mart ayının yəni axırı və haradasa 3 aprelə qədər bu davam edib. Yəni artıq Azərbaycan dövləti elan olunmamışdı. Hakimiyyətsizlik dövrü idi. Bu Daşnaqçıdin Partiyası da o beynəlxalq imperializmin bir vuran əli kimi bu cür məsələn 12 min nəfərdən yuxarı insanı şəhid elədi. Hələ o qədər insanlar var ki, məsələn öldürülüb, şəhid olunub, heç bizim xəbərimiz də yoxdur. Məsələn indi məsələn məlum olur ki, məsələn filan yerlərdə faciəli şəkildə, çünki çoxlu sayda, yəni onda üzr istəyirəm besperedel olub da, gəliblər silahsız insanları qırıblar, heç kimin xəbəri olmayıb, heç kim yazmayıb, heç kim deməyib. Ona görə biz bildiklərimiz budur ki, 12 min nəfər adam şəhid olub 1918-ci il mart ayının axırından 3-ü təqribən aprelə qədər. Yəni o gündə 31 martda soyqırım kimi tarixdə, yəni Azərbaycanda qeyd olunur və burada da həmişə biz məclislər keçirmişik. Yəni bu keçid dövründə həmişə bu cür sui-istifadalar olub və bu erməni millətçi, şovinist partiyası da, baxın, hələ 1907-ci ildə bunlar Türkiyədə ixtişaş eləyəndə statistikada var ki, 1907-ci ildə Daşnaqçıdin partiyasında 167 min nəfər üzv olub. Təsəvvür edin ki, bunların mütəşəkkilliyi nə deməkdir? Hələ 1907-ci ildə, çünki bunların iddiası Osmanlı İmperiyasına qarşı idi. Onların ana vətəni əslində Türkiyə ərazisindədir. Yəni ermənilər Azərbaycana gəlmədi, amma Türkiyə ərazisində əvvəldən ermənilər olub. Onların iddiası Osmanlı İmperiyasına idi. Və onlar orada çaxnaşma yaradanda 7-ci ildə hələ onda Daşnaqçıdin partiyasının üzvləri 167 nəfər məsələn qeyd olunub. İndi baxın ki, milyonlarla bunların üzvü var, nə qədər bunlar güclü bir partiyadır. Ona görə də bu keçid dövründə, yəni hakimiyyətsizlik idi, bunlar sui-istifadə elədilər. Amma 20-ci əsrin sonlarında SSR dağılanda yenə görürük ki, məsələn 20 yanvar faciəsini ki biz burada qeyd elədik, əslində 20 yanvar faciəsi ilə bağlı hadisə də əslində yenə də ermənilərlə bağlıdır. Onlar Sumqayıtda, başqa yerlərdə, Qarabağda müəyyən çaxnaşmalar yaratdılar və xalq da etiraz eləmək istədi. Ona görə də 20 yanvar faciəsi baş verdi. Və SSR dağılandan sonra 91-ci ildə artıq Azərbaycan da öz müstəqilliyini elan elədi. Çünki SSR artıq süquta uğradı və 92-ci ildə Xocalı faciəsini bunlar törətdilər. Yenə keçid dövrü, yəni SSR dağılıb, yəni Azərbaycan təzə müstəqil olub, zəif bir dövlətdir. Azərbaycanın da müstəqilliyini 1992-ci il 2 martda BMT Azərbaycanı üzvlüyə qəbul eləyib. 6 mart 1992-ci il 6 martdan etibarən orada Azərbaycanın nümayəndəliyi var BMT-də və BMT-də Azərbaycanın ərazi bütövlüyünü qəbul eləyib. Yəni Qarabağ Respublikasının da, yəni Muxtar Respublika ki əvvəllər var idi, onu Azərbaycanın tərkib hissəsi bilir. Amma təəssüflər olsun ki, yəni 92-ci ildə Xocalı faciəsi oldu. Mən yəni səhv deməyim deyə bir-bir deyim, baxın. 91-ci ildə Xankəndi işğal olunub, Xocalı 92-ci ildə, Şuşa şəhəri 92-ci ildə, mayın 8-də, Laçın 92-ci il, mayın 17-sində, Xocavan 92-ci il, 10-cu ay, ikisi 10-cu ay. 10-cu ay hansı ay olur?
oktyabr ayında. Kəlbəcər aprel ayında Kəlbəcər işğal olunub 93-cü ildə, Ağdərə 93-cü ildə iyun ayında işğal olunub, Ağdam 93-cü il iyun ayında işğal olunub, Cəbrayıl 93-cü il iyul ayında işğal olunub, Füzuli rayonu 93-cü il iyul ayında işğal olunub, Qubadlı rayonu 93-cü il iyul ayında və Zəngilər rayonu 93-cü il 10-cu ayda. 10-cu ay oktyabr oldu. Oktyabr ayının 30-da işğal olunub. Baxın, bir maraqlıdır ki, BMT 92-ci ildə Azərbaycanı tanıyıb və onun ərazi bütövlüyünü də tanıyıb BMT, Birləşmiş Millətlər Təşkilatı ki, dünyada bütün siyasi hadisələrə işrafiyyəti var və bütün dünyada olan proseslərə rəhbərlik eləyir. Amma biz görürük ki, Azərbaycan müstəqil olandan sonra ardıcıl olaraq, yəni 2 il ərzində, təqribən 2 il yarım ərzində Azərbaycanın 20% torpağı işğal olunub və məsələn biz görürük ki, Qərb dövlətləri, məxsusən Amerika, hər hansı bir dövlətə təzyiq eləmək üçün sanksiyalardan istifadə eləyir. Məsələn, BMT üzvü olan Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunub, amma biz BMT tərəfindən heç bir reaksiyanın şahidi olmuruq. Məsələn, əslində, əgər BMT tərəfindən, əgər biz reaksiyanın şahidi olsaq, bu agressor, işğalçı olan dövlətə qarşı ən azı bir sanksiya tətbiq eləyə bilər də. Məsələn, ən azı bir sanksiya tətbiq eləyə bilər ki, bu işğalçı tərəf öz işğalçılığından əl çəksin. Və yaxud BMT-nin özünü də idarə edən Amerika Birləşmiş Ştatlarıdır. Amerika Birləşmiş Ştatları işğalçı Qarabağ rejiminə hər il maddi yardım eləyir. Yəni, bu da onu göstərir ki, Qərb dövlətlərində ikili standartdır və heç vaxt biz Qərb dövlətlərinə ümid olub öz gələcəyimizi qura bilmərik. Baxın, bu faciələrin olması həmin keçid dövrdə, çünki imperialist qüvvələr öz mənafilərinə çatmaq üçün müəyyən senarilər yazırlar və onu həyata keçirmək üçün müəyyən qüvvələrdən istifadə edirlər və o cümlədən bizim məsələmizdə xüsusi olaraq onlar Daşnaqsütun, millətçi, şovinist, Erməni partiyasının gücündən istifadə edir və bizə qarşı həmişə zərbə vurublar və bunun da arxasında və himayəsində dururlar, yəni Qərb dövlətləri. Amma ikinci amil budur ki, daxili amil. Yəni, bu xarici amildir, biz bilirik. Yəni, erməni lobbisi dünyada ən güclü lobbilərdən biridir. İstər Amerika olsun, istər başqa imperialist qüvvələr olsun, onların tərəfində durur və onları həmişə himayət ediblər və eləyəcəklər. Çünki onların mənafeləri üst-üstə düşür. Amma ikinci amil daxili amildir. Mən belə bir cümləni dedim. Məsələn, Lenin deyirdi ki, birinci Rus inqilabı, Böyük Oktyabr Sosyalist inqilabının baş məşqi oldu. Yəni, bu hadisə vasitəsilə o Çar rejiminə zərbə vurdu, insanları qırdırdı və Çar rejiminə qarşı nifrət oyatdı və o cümlədən bolşeviklər öz mənafələrinə çatmaq üçün xalq arasında təbliğ eləyirdilər ki, dünya müharibəsində Çar Rusiyası döyüşlərdə uduzsun. Yəni, öz ölkəsinin məğlubiyyətinə çalışırdı ki, hakimiyyətə gələ bilsin. Bilən fikrimi çatdıra bilirəm. Yəni, Lenin və bolşeviklər açıq şəkildə təbliğ edirdilər ki, müharibəyə son, bunlar müharibə tərəfdarı deyirlər və bunların məqsədi bu idi ki, Çar Rusiyası müharibədə uduzsun və bunlar üçün zəminə yaransın ki, bunlar da hakimiyyətə gəlsin. Yəni, bu olur daxili amil. Ona görə də bizdə də məsələn, bu xarici amili biz bilirik. Xarici amili məqsədi budur ki, Azərbaycan torpaqları işğal olunsun, Azərbaycan xalqı bu cür şəhadada çatdırılsın. Amma təəssüflər olsun ki, müəyyən daxildə olan o amil, o satqın amillər, onlar da bəzən vasitə olurlar ki, bu xarici amilin daxildə həyata keçməsinə köməkçi olurlar. Məsələn, bizim üçün sual doğurur ki, nəyə görə Kəlbəcərlə Laçın boşaltmalıdır ki, məsələn,
tanklar oradan çıxsın ki, şərait yaransın ki, ermənilər də çox asanlıqla gəlib Kəlbəcəri, Laçını və yaxud Şuşanı gəlib işğal eləsin. Bu doğrudan da bu onu göstərir ki, burada müəyyən daxili amil də bais olub ki, xarici qüvvələrin bizə qələbə çalmasında və bizim onların müqabilində rəzil olmağımıza bais olan qüvvələr olub. Yəni buna görə biz tənqidi yanaşaq. Yəni ümumiyyətlə özünə tənqid əgər olmasa insan qabağa gedə bilməz. Əgər biz 8 milyon, indi 9 milyon deyilir. Məsələn Azərbaycan xalqı, yəni Azərbaycan Respublikasının əhalisi o vaxtı 8 milyon idi, Ermənistanın əhalisi 2 milyon, lap olsun 3 milyon. Yəni biz əgər Əliyalın da gedib Ermənistanla vuruşsaydıq, biz də torpaqlarımızın işğal olunmasına heç vaxtı şərait yarada bilməzdik. Yəni Əliyalın da əgər geçsəydi 3 milyon lap qırılsın, yəni istər-istəməz bu müharibəni biz uda bilərdik. Əgər həqiqətən həqiqi müharibə olsa, yəni biz burada uduzan tərəf yox, rəzalat tərəfdarı yox, bir izzətli bir tərəf ola bilərik. Ona görə ki, yəni onların bizə qalib gəlməsində, onların bizim torpağımızı işğal eləməsində müəyyən daxili amillər səbəb olub ki, onlara şərait yaradılıb və onlar da gəlib bu cür bizim müqabilimizdə torpaqlarımızı işğal eləyiblər, həmvətənlərimizi şəhid eləyiblər, qadınları əsir götürüblər. Burada əlbəttə statistikada var. Məsələn, nə qədər uşaq ailəsiz valideynlərini itirib, neçə nəfər, nə bilim, bir valideynlərdən birini itirib. Yəni doğrudan böyük bir faciədir. Yəni bu faciənin həyata keçməsində istər xarici və daxili amilin rolu olub. Ona görə də biz gərək bu faciəni analiz eləyəndə, araşdıranda gərək biz tənqidi yanaşa bilək. Əlbəttə hər sözü biz deyə də bilmirik. Amma qaldı ki, ümumiyyətlə gələcəkdə bu hadisələrin təkrar olmaması üçün bizim milli və dini vəhdətimizə ehtiyac var. Çünki əgər bizim əgər dini maarifçiliyimiz olmasa, biz haqqı batildən ayırt eləyə bilmərik. O daxili amillər ki, bu xarici qüvvələrin bizim üzərimizdə qələbə çalmasında bais oldular. Onlar da bizə haqqı batil kimi göstərdilər, batili də haqq kimi göstərdilər. Ona görə xalqı aldatdılar və müəyyən bu cür faciəli hadisələrlə gəlib nəticələndi. Ona görə də bizə lazımdır ki, İslam maarifçiliyi xalqımız arasında yayılmalıdır. Biz yalnız və yalnız bayaq qeyd elədiyim kimi imperialist qüvvələr həmişə işğalçı və şovinist Daşnaqsudun partiyasının tərəfində durub. Çünki bu onların himayəsi ilə yaradılan bir partiyadır. Onların milyonlarla üzvləri var, milyonlarla tərəfdarları var, himayəçiləri var. Bizim onlarla mübarizə aparmağımız üçün yalnız və yalnız biz İslam bayrağı altında, İslam şüarı altında onlar müqabilində biz dura bilərik. Əgər biz İslam maarifçiliyini yaya bilsək, İmam Hüseyn əleyhissalamın şəhidlik məktəbindən biz bəhrələnə bilsək, onda biz ümumi düşmən müqabilində bütün həmvətənlərimiz və həm məzhəblilərimizi yığıb onlara qarşı mübarizə apara bilərik. Çünki bizim onların müqabilində qoyacağımız başqa bir ideologiya yoxdur. Çünki onların lobbisi güclüdür və onlar istədiyi işi görə bilirlər və ictimai rəy də formalaşdıra bilirlər. Biz isə zəifik. Amma İslamın ətəyindən yapışsaq, biz güclü olarıq və düşmən müqabilində də inşallah qələbə çala bilərik. Bir daha Xocalı faciəsində şəhid olan həmvətənlərimizin ruhlarının şad olunmasından ötəri, ümumiyyətlə, istər 1905-ci ildə, 1918-ci ildə, soyqırım günündə 12 min nəfər ən azı həmvətənlərimiz şəhid olub, onların da ruhlarının şad olunmasından ötəri və cəmi Qarabağ şəhidlərinin ruhlarının şad olunmasından ötəri və Kərbəla şəhidlərinə məşhur olmasına ötəri Peyğəmbər Ali Peyğəmbər cavanına salavat işləliyim. Allahümmə salli ala Muhammed və